Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyayı vel mursalin. Nebina Muhammedin ve ala alihi ve ashabi ecmain amma ba'd. Möhtərəm və dəyərli müsəlmanlar. İlk olaraq öz nəfsimə və həmçinin sizə Allahdan qorxmağı və Peyğəmbər sallallahu aleyhi və səlləmin və onun şərəfli sahabələrinin, əhl-i beytinin yolundan getməyi tövsiyə edirəm. Bir çox insanlar var ki, görürsən, onlar da iddia edirlər ki, biz Allaha ibadət edirik və ibadətdə Allaha şərik qoşmur. Həmçinin iddia edirlər ki, biz əhl-i beytin yolundayıq. Əhl-i beyti sevirik. Lakin görürsən ki, onlar, necə Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, Allaha şərik qoşaraq iman gətirirlər. Və həmçinin onlar əhl-i beytin yolunda deyirlər. Nə üçün əhl-i beytin yolunda deyirlər? Çünki əhl-i beytin həyatına baxdıqda və bunların əməllərinə baxdıqda görür ki, tamam fərqlidir. Birincisi bir şey bilmək lazımdır ki, Allah Subhanahu taala bütün insanlara əmr edib. Allaha ibadət edin və şirki tərk eləyin deyə. Və Allah Subhanahu taala Bəqərə surəsində buyurur ki, Ya eyyuhən-nəsu ubudu rabbakum əlləzi xalaqakum vəllezine min qablikum ləalləkum təttəqun. Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin. Lakin təəssüflər olsun ki, bugün insanların əksəriyyəti Allaha şərik qoşaraq iman gətirirlər. Və həmçinin ibadəti Allahdan qeyrisinə sərf edirlər. Və onlara deyildikdə ki, nə üçün sən Allaha şərik qoşursan, nə üçün Allaha dua eləmirsən, yalnız Allahdan istəmirsən, onlar cavabı olur ki, deyir, biz günahkarıq. Biz utanırıq Allaha dua eləməyi və həmçinin biz Allaha imamların vasitəsində yaxınlaşırıq. Yəni, vasitəni düzgün başa düşmürlər. Məsələn, qəbirdə qurban kəsirlər, pirlərdə qurban kəsirlər. Lakin başa düşmürlər ki, bu İslam dinindən böyük cinayətdir. Allah bunu qadağan edir. Allah Subhanahu taala bunu haram edir. Və əmr eləyir. Nəyə əmr eləyir? Yalnız Allaha ibadət eləməyi. Və həmçinin Allah Subhanahu taala Muhammed sallallahu aleyhi ve sellemə vəhy eləyərək nə deyir? Necə Quran-ı Kərimdə Allah Subhanahu taala buyurur ki, وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَاِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Zümer surəsinin 65-ci ayəsində Allah Subhanahu wa Taala yer üzərində göndərilmiş ən şərəfli kişiyə, Muhammed sallallahu aleyhi və səlləmə, hansı ki Allah onun keçmiş və gələcək onlara bağışlamışdı, hansı ki o yalnız Allaha ibadət edirdi. Və ona nə deyir? Deyir, biz sənə və səndən əvvəlkilərə vəhy etdik ki, əgər şirk qoşsanız, sizin bütün əməlləriniz nədir? Puç olacaq. Və siz axirətdə xəsarət çəkənlərdən olacaqsınız. Yəni, وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ. Sənə və səndən əvvəlkilərə nəyi vəhy etdik? Nəyi çatdırdıq? Əgər Allaha şərik qoşsanız, artıq nədir? Əməllər hamısı puç olacaq. Bunu Allah Subhanahu taala kimə deyir? Muhammed sallallahu aleyhi və səlləmə. Məgər Muhammed sallallahu aleyhi və səlləm deyirdi ki, Allahdan başqa yaradan var, Allahdan başqa dirildən var, öldürən var. Xeyr. Lakin ona baxmayaraq nədir? Və kimliyindən asılı olmayaraq olsun. İstər səndən əvvəlkiləri, fərqi yoxdur. Hətta Peyğəmbər olsun.
Peyğəmbər idi Muhammed sallallahu aleyhi ve sellem, elçi idi. Nədir? Deyir, sənə və səndən əvvəlkilərə vəhy etdik. Nəyi vəhy etdik? Əgər şirk qoşsanız, yəni ibadəti Allahdan qeyrisinə sərf eləsəniz, və bütün əməlləriniz nədir? Puç olacaq və siz axirətdə xəsarət çəkənlərdən olacaqsınız. Demək, şirk nə eləyir? Şirk bütün əməlləri puç eləyir. Və həmçinin ondan başqa Allah Subhanahu taala Ənbiya surəsinin 25-ci ayəsində buyurur: "Və mə ərsəlnə min qablika min rasulin illə nuhi ileyhi ennehu la ilahe illa ene fa'budun." Biz səndən əvvəlkilərə vəhy etdik. Nəyi vəhy etdik? Nəyi dedik? Allah'tan başqa məbudun olmadığını və yalnız Allah'a ibadət et deyə vəhy etdik. Bunu kimə deyir? Yəni Allah Subhanahu taala Muhammed sallallahu aleyhi və səlləmə deyir. Biz sənə və səndən əvvəlkilərə vəhy etdik ki, Allah'tan başqa məbud yoxdur. Yəni ibadətə haqqı çatan məbud yoxdur. Yalnız Allah'dır və yalnız ona ibadət elə deyə vəhy eləmişik. Və həmçinin buyurur Allah Subhanahu taala Nəhl surəsinin 63-cü ayəsində: "Və laqad ba'athna fi kulli ummetin rasulan en ya'budullaha və ictenibut tağut." Biz hər ümmətə, hər qövmə, hər tayfaya, ümmət sözünün mənası qövm, tayfa, cemaat, Allah'a ibadət edin və tağutdan uzaq olun deyə elçilər göndərdik. Həmçinin Allah Subhanahu taala Zariyat surəsinin 56-cı ayəsində buyurur: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinlər və insanları yarattım ki, yalnız mənə ibadət edin. Yəni insanların və cinlərin yaranmaqda məqsəd nədir? İbadət eləmək üçün. Kimə ibadət eləmək üçün? İllə liya'budun. Yalnız mənə ibadət eləmək üçün. Yəni ibadətdə Allahı təkləşdirmək üçün. Yəni kifayət eləmir insanın deməsi ki, yaradan Allahdır, öldürən Allahdır, dirildən Allahdır. Bunu demək kifayət eləmir. Nə üçün? Çünki bunu demək kifayət eləsəydi, Peyğəmbər sallallahu aleyhi ve sellem dövründəki müşriklər, hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellem, onun əhl-i beyti, sahabələr, hansı ki vuruşurdu onlardan. Onlar müsəlman olardı. Onlar məgər deyirdilər ki, Allah'tan başqa yaradan var, Allah'tan başqa öldürən var, Allah'tan başqa dirildən var. Lakin ibadət Allah'tan qeyrisinə sərf edirlər. Deyir, bu bütlər nədir? Allah qatında bunların hörməti var, salih insanlardır, biz günahkarıq, bunların vasitəsilə Allah'a yaxınlaşırıq. Yaxşı, bəs onların, müşriklərin deməsi ki, bizi yaradan Allah'ın yaratmasını təsdiqləmələri necə bilə bilər? Allah sonra Quran-ı Kərimdə buyurur. Deyir, əgər sən onlardan soruşsan ki, göyləri və yeri yaradan kimdir? İşləri yoluna qoyan kimdir? Göylərdən və yerdən sizə ruzi verən kimdir? İşləri yoluna qoyan kimdir? Ölüdən diri çıxaran, dirini isə öldürən kimdir? Bunları soruşsan sənə nə cavab verərlər? Onlar deyəcəklər ki, nədir? Allah. Allah Subhanahu taala sonunda "Fəqul əfələ təttəqun." deyib, bəs belə olduğu halda Allah'tan qorxmusunuz? Ayın əvvəlində Allah Subhanahu taala buyurur ki, de onlara, göylərdən və yerdən ruzi və əgər sən onlardan soruşsan ki, göylərdən və yerdən sizə ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, dirini isə öldürən kimdir? Onlar nə deyəcək? Deyəcək Allah. Allah Subhanahu nə deyir cavabında? Deyir, "Fəqul əfələ təttəqun." Və bəs belə olduğu halda Allah'tan qorxmursunuz. Yəni sən ki etiraf edirsən ki, yaradan Allah'dır, öldürən Allah'dır, dirildən Allah'dır. Sən bunu etiraf edirsən. O zaman nə üçün ibadət Allah'tan qeyrisinə sərf edirsən? Yəni hansısa bir insanın salih olmağı o demək deyil ki, sən qurbanı orada kəsə bilərsən. O demək deyil ki, sən ona dua elə bilərsən, o da Allah'a dua eləsin. Söhbət gedir ölülərdən.
Əgər insan sağdırsa, həyatdadırsa, sən hansısa bir müsəlman qardaşına müraciət edə bilərsən ki, dua edərkən mənim üçün də dua elə. Nə üçün? Çünki bu həyatdadır. Amma insan həyatdan köçübsə, artıq nədir? Olmaz belə bir şey. Çünki belə bir şey olsaydı, elə başda möminlərin əmri İmam Əli radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi ve sellemin əmisi oğlu Omar ibn Xattab radiyallahu anh'ın qaynatası Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrində gedər dua eləyərdi da. Və ya deyərdi ki, Allaha dua elə mənim üçün. Hansı ki, yaxın idilər. Eləmədi. Ona görə kim ki deyir ki, mən Əhl-i Beytin yolundayam, o Əhl-i Beytin həyatına yaxşı baxsın. Əhl-i Beytə nazil olan ayələrə yaxşı baxsın. Bu ayələr, oxuduğumuz ayələr, hamısı onlara nazil olmuşdur. Və həmçinin Allah subhanahu ta'ala buyurur İsra surəsinin 23-cü ayəsində وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهِ Rabbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi nədir? Buyurmuşdur, əmr etmişdir. Rabbin yalnız ona ibadət etməyi. Yəni, ibadətdə onu təkdirməyi əmr edir. Və həmçinin dua məsələsinə gələk, hansı ki, dua eləyirlər. Qəbirlərdə, daşlarda, qayalarda, məsələn, biz tərəfə yaxın olan bir yerdə Haça qaya deyilən bir yer var, Allahın yaratdığı bir dağdır. Ondan əzəmətli, ondan daha fərqli dağlar var yer üzündə. Deyirlər ki, orada qurban kəsir insanlar. Gedilər qurban kəsirlər. Adını da qoyurlar ki, güya İmam Əli radiyallahu anh Azərbaycanda olub, gəlib qılıncıyla onu yarıb. Bu disi yalandır. Əli ibn Əbu Talib radiyallahu anh birincisi Azərbaycanda olmuyor. İkincisi, laf tutaq ki, olub. Hansısa qayada olub və ya hansısa yerdə olub. O deməkdir ki, orada qurban kəsmək lazımdır. Və şiş nədir onda? Bu şiş deyilsə. Bəs nədir bu? Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur. Və orada dua eləyirlər. Və izə səələkə ibadi anni fə inni qarib. Subhanallah. Əgər dua eləmək istəyirsən, Allah subhanahu ta'ala gör nə deyir? Əgər qullarım səndən mənim barəmdə soruşsalar, onlara deyil, mən onlara yaxınam. Subhanallah. Yəni sən dua eləmək istəyirsən. Yəni sən dua eləmək, Allaha dua eləmək üçün sənin Mir Mövsüm ağanın qəbrinə getməyə, sənin imamların hansısa qəbrinə getməyə, başqa yerə getməyə ehtiyac yoxdur. Və hansısa ölmüş insandan dua eləməyə ehtiyac yoxdur. Nə üçün? Çünki Allah eşidir, sənə yaxındır. Eşidir və görür. Və izə səələkə ibadi anni fə inni qarib. Əgər qullarım səndən mənim barəmdə soruşsalar, de ki, mən onlara yaxınam. Ucibu dəvətü da'i izə dəəni fəliyəstəcibu li və liyu'minu bi ləəlləhum yarşudun. Yəni, subhanallah. Onlara de ki, mən onlara yaxınam, mənə dua eləyənin duasını qəbul eləyərəm, onlar da mənim bu sözümü eşitsinlər və nə iman gətirsinlər və yalnız mənə iman gətirsinlər ki, bəlkə nədir? Doğru yola yönələ bilsinlər. Bəqərə surəsi 186-cı ayə. Həmçinin Qafir surəsinin 60-cı ayəsində Allah subhanahu ta'ala buyurur. Və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz dedi, nəyi dedi? Mənə dua edin, mən də sizə cavab verim. Subhanallah. Allah subhanahu ta'ala özü deyir ki, mənə dua eləyin. Məndən istəyin. Mən sizə yaxınam. Mənə dua eləyənin duasını qəbul eləyərəm. O zaman sən nə üçün başqasına dua eləyirsən? Sənə kim dedi ki, başqasına dua eləmək lazımdır? Allaha dua eləmək üçün, Allahdan nəsə istəmək üçün sənin hansısa ölülərə ehtiyacın yoxdur. Həmçinin İbrahim əleyhissalam, Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur, onun dedikləri barədə. Deyir, Qul inna salati və nusuki və məhyəyə və məməti lillahi rabbil aləmin. Şübhəsiz ki, mənim namazım da, qurbanım da, ölümüm də, həyatım da aləmlər Rabbi Allah üçündür. Subhanallah. Namaz da, qurban da, ölüm də, həyat da aləmlər Rabbi Allah üçündür.
Nə üçün biz ya Əli bizə kömək elə demirik? Nəyə görə demirik? Ona görə yox ki biz Əhl-i Beyti sevmirik. Biz Əhl-i Beyti sevirik. Və biz onların yolundayıq. Biz Əhl-i Beytin elədiklərini eləyirik. Əgər Əhl-i Beyt Allahdan başqasına qurban kəssəydi və Allaha yaxınlaşmaq üçün qəbirlərdə qurban kəssəydi, siz dedikləriniz kimi, o zaman biz də eləyərdik onu. Amma sən heç bir Əhl-i Beytdən gətirə bilmərsən ki, hansısa Əhl-i Beyt, Peyğəmbər sallallahu əleyhi və səlləmin Əhl-i Beytindən kimsə, hansısa bir salih insanın qəbrində qurban kəsib. Və Allaha dua eləyəndə hansısa Peyğəmbərin adını çəkib Allaha dua eləyib ki, ya İbrahim mənə kömək ol, ya Nuh mənə kömək ol, və Allaha dua elə ey Nuh. Məsələn, İmam Əli radiyallahu anhu Allaha dua eləyəndə deyib ki, ya Allah, İbrahimin vasitəsilə sənə yaxınlaşıram və Nuhun vasitəsilə sənə yaxınlaşıram. Və ya başqa sahabələr. Belə bir şey yoxdur İslamda. Ona görə nədir? Müsəlman gərək ibadətdə Allahı təkləşdirir. İbadəti Allahdan qeysə nədir? Sərf eləmək olmaz. Yaxşı, ibadət sözünün mənası nə deməkdir? İbadət sözünün mənası Allahın sevib və razı qaldığı sözlər və əməllərdən ibarətdir. Zahirən və daxilən. O əməl ki, Allah onu sevir, ondan razı da artıq ibadət sayılır. Məsələn, qurban kəsmək ibadətdir. Onu Allahdan qeyrisinə sərf eləmək olmaz. Namaz qılmaq ibadətdir. İnsan gərək ixlaslı ola, özünü insanlara göstərmək üçün namaz qılmaya. Bu günləri biz nəyə müşahidə edirik? Məsələn, Hacı Şahinin qəbrində gedir insanlar xalça salırdı, namaz qılır. Subhanallah. Özü də deyir ki, mən Əhl-i Beytin yolundayam. Bu nədir? Bu İslam deyil. İslamın qadağan eləyib. Sən Əhl-i Beytdən bir dənə şey gətirə bilmərsən, bir şey gətirə bilmərsən ki, deyəsən ki, onlar gedib filan kəsin qəbrində namaz qılıb. Və qibləni ona tərəf çevirib, fərqi yoxdur. Bu nədir? Bir daha biz Moskvada olanda, orada bu özünə şiə deyilənlərdən biri var idi. Rafizə əqidəsində idi. Dedi ki, bəs söhbət eləyər. Nəsə oturduq, söhbət elədik. Dedi, dəstəmazdan danışar və s. belə. Dedim, qardaş, bax, sən deyirsən dəstəmazdan belə alaq və ya məsələn, əlli sinəyə qoyma və s. Dedim, tutaq ki, sən dəstəmazı belə deyə, lap məhz çəkdin və ya yudun. Biz sənə razılaşmayacaq. Çünki əsas problem başqadır. Dedi, nədir? Dedim, əsas tohid məsələsidir. Sən tohidi qəbul eləmirsən. Düz deyil, sən qəbul edirsən, o tohid sayılmır. O tohidi hamı qəbul edir. Müşriklər də qəbul edir. Dedim, mən sənə, məsələn, biz vasitədən yaxınlaşdırıq, Allaha vasitə və s. Dedim, mən sənə bir dənə sual vereyim, ona cavab ver. Sən deyirsən ki, məsələn, biz salih insanlar var, imamlar, peyğəmbərlər və s. və ya pirlər var, hansı ki, yaxşı insanlar olub. Biz onların, məsələn, qəbrinə gedirik, orada qurban kəsirik. Biz onlara, məsələn, ona görə ki, onların vasitəsilə Allaha yaxınlaşırıq və ya orada qurban kəsirik. Ona görə ki, biz günahkarıq. Mən deyirəm ki, yaxşı, indi sən mənə izah elə görüm, sən belə deyirsən, daha yaxşı. O zaman ondakı müşriklərdən sənin bu dediyinin arasında fərq nədədir? Dedim, sən mənə izah elə. Şirk nədir? Ümumiyyətlə, şirk deyəndə sən nə? Şirk məsələn, Allahdan başqa Allah var. Dedim, onu heç kəs demir ki, Allahdan başqa Allah var. Onsuz da xristiyanlar deyir, Allah birdir. Yahudilər də deyir, məsələn. Hətta o vaxtki müşriklər necə Allah Subhanahu taala Qurani-Kərimdə buyurur ki, əgər onlardan soruşsan ki, göylərdən və yerdən sənə ruzi verən kimdir, işləri yoluna qoyan kimdir, qulaqlara, gözlərə hakim olan Allah, Allah deyər. Onlar belə demirdi ki, Allahdan başqa yaradan var. Lakin niyə də? Dedim, yəni, indi sən mənə ayır görüm, sənin o dediyinlə, o müşriklərin dövründəki, o müşriklərin fikrin fərqi vardı mı? Onu ayır mənə, izah elə. Eləyə bilmədi. Dedim, o zaman artıq başqa söhbət eləməyin nədir? Yeri yoxdur. Və həmçinin, qardaşlar, şirk ən böyük günahdır. Ən böyük zülümdür. Allah Subhanahu taala Qurani-Kərimdə buyurur ki, "İnne şirke la zulmun azim." Necə Allah Subhanahu taala Luqman əleyhissalam la tuşrik billah. Allah'a şərik qoşma. Nə üçün? Çünki inne şirke sonra bəyan eləyir. Çünki şirk ən böyük zülümdür. Həmçinin Allah Subhanahu taala buyurur: "İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma duna zalika limen yasha."
Allah ona şərik qoşan bağışlamaz. Ondan başqa, ondan savayı istədiyi günahı istədiyi kimsəyə bağışlayar. Və həmçinin ayə davam edir. Allah subhanahu wa ta'ala yushrik billahi faqad iftara ismen azima. Kim Allaha şərik qoşursa, artıq o Allaha iftira atmışdır. İftira atmış olur. Necə Nisa surəsinin 48-ci ayəsində. Və həmçinin Allah subhanahu wa ta'ala buyurur ki: "Va'budullaha və la tuşriku bihi şey'an." Həmçinin Nisa surəsinin 36-cı ayəsində Allah subhanahu wa ta'ala buyurur ki: "Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın." Heç bir şeyi. Yəni, ibadəti Allahdan qeyrisinə sərf eləmək qadağandır. Allah qadağan eləyir. Ona görə müsəlmana vacibdir ibadətdə Allahı təkləşdirmək. Ona şərik qoşmamaq. Həmçinin İslam dininin 5 sütunu var, əsası var. Hansı ki, İslam o sütunlar, dayaqlar üzərində durur. Onlardan birincisi nədir? Şəhədət ən la ilahə illallah və ennə Muhammedən Rasulullah. Allahdan başqa ibadətə layiq, haqqı çatan məbud yoxdur. Onu təsdiqləməlisən, deməlisən. Və həmçinin sonra təsdiqləyirsən ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın qulu və elçisidir. Yəni, o da insandır, o da quldur, o da bəşərdir. Yəni, onu Allah dərəcəsinə qaldırmaq olmaz. Bəzi insanlar var, görürsən deyir, Əli radiyallahu anh bizi eşidir, görür. Və ya məsələn, eşidən və görən Allahdır. Və ya məsələn, deyirlər ki, onlara ölü deməyin. Onlar diridir Allah qatında. Amma sən mənim yanımda dünyasını dəyişiblər. Allah subhanahu ta'ala Quran-ı Kərimdə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki: "İnneke meyyitun və innehum meyyitun." Sən də öləcəksən, onlar da öləcək. Və qiyamət günü siz öz Rəbbinizin qarşısında nədir? Soru-sual olunacaqsınız. Sən deyirsən ki, Əli radiyallahu anh diri. Əli radiyallahu anh Allah qatında diridir. Bizim yanımızda artıq dünyasını dəyişib, ölüb artıq. Və həmçinin Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur. Kəhf surəsinin 110-cu ayəsində. فَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Allah subhanahu ta'ala buyurur ki, kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, arzu edirsə, o zaman فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا. Neynəsin? Kim Allahdan görüşəcəyinə ümid bəsləyirsə, o zaman yaxşı əməlləsin. وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Və ibadətdə heç bir şey Allaha şərik qoşmasın. Subhanallah. Əgər sən Allahdan görüşəcəyinə ümid bəsləyirsənsə, hansı ki Allahdan görüşəcəksən, Allahın qarşısına çıxacaqsan, o zaman neynə? Yaxşı əməllər elə. Və ibadətdə heç nə ona şərik qoşma. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem əmisi oğlu Abdullah ibn Abbas radiyallahu anh rəvayət eləyir ki, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt ki Muaz ibn Cəbəl Yəmənə dəvətə göndərəndə nə dedi? İnnəkə tə'ti qovmən min əhlil kitab fəliyəkun əvvəlu mə tədəuhum iləyhi şəhədət ən la ilahə illallah və ennə Muhammedən Rasulullah. O vaxt ki Peyğəmbər sallallahu aleyhi ve sellem öz sahabəsi Muaz ibn Cəbəl radiyallahu anhunu Yəmənə dəvətə göndərdi, kitab əhlinə. Üzərinə göndərirdi ki, ged onlara dəvət elə. Nə edirdi? فَلْيَكُنْ أَوَّلُ مَا تَدْعُوهُمْ إِلَيْهِ شَهَادَةً أَنْ لَا إِلَٰهَ إِلَّا اللّٰهِ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللّٰهِ. Sənin birinci dəvətin nədir? Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, onu demək. Yəni ibadətə haqqı çatan məbud olmadığını demək. Və həmçinin Muhammed sallallahu aleyhi ve sellem Allahın qulu və elçisi olduğunu nədir? Ona çatdırmaq. Ona görə müsəlman Allaha dəvət eləyəndə birinci bundan başlamalıdır. Və həmçinin xüsusən qardaşlara tövsiyə edirik buradan. Bir çox qardaşlar var ki, görürsən ki, ailələrində problemlər olur. Bizdə də baş verib, görmüşük, rast gəlmişik. Əlhamdülillah, müəyyən qədər düzəlib Allah'ım. Sən ata, ana, əvvəl biz ibadətə başlayanda onlar başqa cür yanaşır. Çünki aydındır da, cahillər, savadsız, molla əmlər və s. deyir da, bunlar Vahabidir, teröristdir və s. Məsələn, başa düşmürdülər. O zaman nə deyir qardaş? Sən birinci nədən başlamalısın? Ayədə sən birinci Peyğəmbər sallallahu necə başlayıb dəvət o cür başla. Əgər məsələn sən görürsən sənin ailəndə, məsələn atan içki içir və ya məsələn siqaret çəkir
Hələ bu tevhidi başa düşmür. Allah'a düzgün tanımır. Düz deyir, Allah var, yaradır. Şirk qoşur ibadət Allah'a. Qəbirlər, daşlar, qayalar və s. Sən buna sigaretdən başlama. Və içkidən başlamaq lazım deyil. Çünki onun tərk eləsə də faydası yoxdur. Sən başla birinci nədən? Tevhidi Allah'a düzgün şəkildə tanıtdır. Gözəl bir şəkildə. Allah'ı hikmətdən, əxlaqdan, ədəbdən, səbirdən və Allah'a dua eləyərək düzgün səbirlərdən yapışmaq lazım. Deməli, Allah qəbulləmir və s. Səbirdən, hikmətdən. Lazım deyil, olmaz, bu olmaz və s. Çünki bu hələ tevhidi başa düşməyib. Ona yavaş-yavaş. Biz tevhidi Allah'a tanıt. Ondan sonra keç məsələn namazı. Ondan sonra yavaş-yavaş başqa məsələlər. Həmçinin bəzi qardaşlar var, görürsən, suallar verirlər. Yəni çox rast gəlmişik belə şeylərə. Məsələn, evləniblər, ailə qurublar. Qardaş ibadətə başlayıb, yoldaşı, zövcəsi ilə namaz qılmır. Görürsən, qardaş məsələn başlayır, hələ bu namaz qılmır. Başlayır, deyir məsələn, filan şeyə qulaq asma, filan şey eləmə, başlayır qadağalar demək. O da ağır olur onun üçün. Hələ sən birinci onu tevhidi başa sal. Həmçinin sonra namazı, qoy namaz qılsın hələ. Tələsmə. Öyrət, başa sal. Qoy namaz qılsın və xüsusən də sən həyat yoldaşının namaz qılmağını istəyirsən, özün namaza ciddi yanaş. Və nə qədər qardaşlar var ki, hansı ki, zövcələri namaz qılmır, əksəriyyətinin fikir versən, görərsən ki, problem özündədir, taksir özündədir. Çünki o qardaşların bir çoxlarını biz görmüş ki, özləri namazlarda səhlənkardır. Və ya məsələn, özü sübh namazına saat 11-də qalxır, sonra da çıxıb qayıdıb deyir ki, mənim zövcəm namaz qılmır. Və ya özü məsələn, xüsusən Rusiyada və s. müəyyən elə görsən, o kafeyə, bu bar və s. gəzir, yoldaşı eşidir, problemlər çıxır, sonra deyir, mənim zövcəm namaz qılmır. Təbii ki, bu cür belə dəvət olmur. Sən özün ibadətlərə ciddi yanaşmalısan və bilməlisən dəvətin necə, hardan başlamaq lazımdır. Və həmçinin qardaşlar, son olaraq möminlərin əmri Əli ibn Əbu Talib radiyallahu anhdan rəvayət olunan hədisi qeyd eləyək. Hansı ki, deyirlər əhl-i beyt, biz əhl-i beyti və s. Əhl-i beyt, biz həm də sevirik, əhl-i beytin yolundayıq. Diqqətlə yaxınlaş, qulaq as, gör nə deyir? Əli ibn Əbu Talib radiyallahu anhu rəvayət edir ki, nə deyir? Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi. Necə hədisi İmam Muslim, İmam Nəsai, həmçinin İmam Əhməd rəvayət edir. Və buyurur ki, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Valideynlərə lənət oxuyana Allah lənət eləsin. Və həmçinin cinayətkara və həmçinin bidət sahibinə yardım eləyənə Allah lənət eləsin. Və həmçinin sonda dördüncü buyurur ki, radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellem dediyini gətirir ki, yer üzündə sərhədləri pozana, yəni yer üzündə sərhədlər var, işarələr var, onları dəyişənə, onları pozana Allah lənət eləsin. Sən deyirsən ki, mən əhl-i beytin yolundayam. Bax gör, əhl-i beyt sənin elədiklərini eləyirmi? Əli ibn Əbu Talib çox şərəfli sahabələrdən biri idi. Və cənnətdən müjdələnmişdi sağlığındaykən. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin qızının həyat yoldaşı idi. Və dördüncü xəlifə idi, möminlərin əmri idi. Oğlanları Həsən və Hüseyin radiyallahu anhuma. Onlar cənnət cavanlarının seyyidi idi, ağası idi. Biz bunu etiqad edirik. Biz onları sevirik. Biz onların yolundayıq. Vallahi biz əhl-i beyti sevirik. Biz əhl-i beytin yolundayıq. Lakin biz əhl-i beyti ibadət eləmirik. Biz əhl-i beytdən kömək istəmirik. Əhl-i beytin qəbrində qurban kəsmirik. Nə üçün? Çünki əhl-i beyt elə şeylər eləməyib. Bayaq dediyimiz ayələri diqqətlə qulaq asın. Gedin Allahın kitabına qayıdın. Çünki əhl-i beytin əsas söykəndiyi Allahın kitabı idi və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi idi. Mən əhl-i beytin yolundayam demək insanı əhl-i beytin yolunda eləmir. Gərək insan əməllərinlə əhl-i beytin yolunda ola. Əgər sən mən əhl-i beytin yolundayam deyirsənsə, sən ibadətdə Allaha şərik qoşmamalısan. Sən insanlara deməlisən, çatdırmalısan, ey insanlar, bir Mövsüm ağa Allahın yaratdığı bir insandır. Söhbət onun şəxsiyyətindən getmir. O yaxşı insan da ola bilər, pis insan da ola bilər, fərqi yoxdur.
Hər kim olur olsun. Orada qurban kəsmək olmaz. Ona dua eləmək olmaz. Bir Mövsim ağa özü xəstə bir insan idi. Əgər nəyəsə qadir olsaydı, onu özü üçün eləyərdi. O Allahın yaratdığı bir qul idi. Özünə kömək eləməkdə aciz olan insan sənə necə kömək eləyə bilər? Əgər uşağın olmursa Allaha dua elə və düzgün səbəblərdən yapış. Həkimlərə müraciət elə. Həmçinin həkim məsələsinə toxunaq. Bizə deyirlər ki, məsələn, deyirsiniz ki, Allahdan başqasından kömək istəmə. Bəs yaxşı həkimə niyə gedirsin? Bunlar necə başa düşür? Birincisi biz deyirik ki, Allahdan başqasından kömək istəmə deyirik. Hansı məsələn deyirik? O məsələdə ki, Allahdan başqası onu qadir deyil eləməyə. Yəni bir şeyə ki, yalnız Allah qadirdir, biz onu Allahdan başqasından istəmir, yalnız Allahdan istəyirik. Yəni həkim məsələn oxuyub, müəyyən bir səbəblərdən yapışırıq. Həmçinin biz həkimə gedəndə öləndən sonra getmirik. Çünki onda artıq yer üzündəki insanlar da bir yerə yığışsa, onu dirildə bilməz. Çünki qadir deyil onu yenidən diriltməyə. Biz həkimin bacardığı bir şeyi həkimə müraciət edirik. İkinci məsələ, həmçinin biz həkim sağ olduğu halda gedirik. Həkim öləndən sonra həkimin qəbrinə getmirik ki, qalx bizə kömək elə. Ayırmaq lazımdır. Biz deyirik ki, yalnız Allahın qadir olduğu bir şeyi Allahdan başqasını istəmək olmaz. Amma əgər bir insan həyatdadır, deyirsən filan işdə mənə kömək elə, yardım elə, hansı ki o bacara bilər. Bunda problem yoxdur. Lakin problem ondadır ki, insanın qadir olmadığı bir şey insandan istəmək və insan həyatdan köçdükdən sonra ondan nəsə istəmək. Hətta bu Peyğəmbər olsa belə. Və həmçinin şübhələrdən biri xüsusən ona da toxunaq. Məsələn, özünə Əhl-i Beyt deyənlər, təbii ki, onlar Əhl-i Beytin yolunda deyirlər. Çünki Əhl-i Beyt ibadətdə Allahı təkləşdirirdi. Allahdan başqasına qurban kəsmirdi, Allahdan başqasına dua eləmirdi. Əhl-i Beyt siğa eləmirdi, gündə bir qadınla müvəqqəti nikah. Əhl-i Beyt yalnız Allaha ibadət edirdi. İbadətə Allaha şərik qoşmurdu. Peyğəmbər sallallahu əleyhi və səlləm qəbrində qurban kəsmirdi. Peyğəmbər sallallahu qəbrində dua eləmirdi. Onun üçün şübhə gətirirlər. Şübhələrdən biri də odur ki, deyir, məsələn, sən prezidentin yanına getmək istəyirsən. Birbaşa gedə bilərsənmi? Təbii ki, qabağındakı dərhal deyir ki, təbii ki, prezidentin yanına birbaşa gedə bilmərəm. Hə, deyir, görsən, hə, nədir, nə olub? Deyirsən, vasitə axtarırsan. Əksinə bu gətirdiyi var, misal, özünün əleyhinədir. Bunun cavabı var. Elə bu sözün cavabı özünə rəddiyədir bunu deyənə. Və qardaş, sən deyirsən prezidentin yanına getmək üçün, qəbuluna düşmək üçün kiməsə ehtiyac var. Bunu niyə deyirsən? Yəni, əgər prezident səni eşitməyə qadirdirsə, səni eşidə bilirsə, sən birbaşa de da prezidentə. Artıq demək sən acizsən. Nəyə acizsən? Prezidentə sözünü çatdırmağa. Çünki səni birbaşa eşidə bilməz. Və həmçinin prezident də acizdir ki, səni eşitmir. Bilmir sənin kimi adam yer üzündə var yoxsa yoxdur. Ona görə artıq sən kimisə axtarırsan. Yəni prezidentə yaxın, amma Allaha yaxınlaşmaq üçün ehtiyac yoxdur. Fəd'uni əstəcib ləkum. Mənə dua elə, mən də sizə cavab verim. Və izə səələkə ibadi anni fə inni qarib. Qullarım səndən mənim barəmdə soruşsalar, de ki, mən onlara yaxınam. Allah hər şeyi eşidir və görür. Allaha dua eləmək üçün, Allahdan nəsə istəmək üçün qəbirlərdən, daşlardan kömək istəmək, pirlərə getməyə ehtiyac yoxdur. Allaha yaxınlaşmaq üçün vasitə nə deməkdir? O vasitə, yəni sən yaxşı əməllər eləməklə Allaha yaxın ola bilərsən. Qəbirlərdən, daşlardan, qayalardan kömək istəyərək Allaha yaxın ola bilmərsən. Ona görə bayaq dediyimiz hədis, Əli radiyallahu anh, Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Valideynlərə lənət oxuyan Allah lənət eləsin. Bidətçiyə, dinə yenilik gətirənə və ya həmçinin cinayətkara yardım göstərənə Allah lənət eləsin. Və həmçinin sonda deyir ki, radiyallahu anhum, yer üzündə sərhədləri dəyişənə, pozana Allah lənət eləsin. Bunu bax, onunla görərsən ki, sən həqiqətən Əhl-i Beytin yolundasan yoxsa yox. Allah subhanahu taala bizi Peyğəmbər sallallahu əleyhi və səlləmin və onun Əhl-i Beytin yoluna gedən qullardan eləsin. Allah subhanahu taala
bizi, ölkəmizi, həmçinin müsəlman ölkələrini qorusun. Əmin amanlığınızı pozmasın. Yenə əndə olsun Allah bilər. Və sallallahu və səlləm alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcməin.